Ay maşallah. Öpə bilərəm də sizi. Sağ ol. Belə. Sağ ol, sağ ol. Sağ olun. Can. Siz harda yerləşirsiniz? Neçə yaşın var nənə? 113. Mən bu dəqiqə girmişəm də Kəlbəcərə. Sizi gördüm gəzirdiniz. Biz buradan keçəndə, qaçqın düşəndə 38 yaşım var idi. O vaxtı biraz hərci-mərcilik idi. Bax o Murov yolunda mən çəkmişəm, Laçın yolunda. Maşallah olsun, o müəllimlərin sertifikasiyası var ha. Bəli, bəli. Hamısı 50-ni keçmiş müəllimələrdir. Ali təhsilli yüksək səviyyədə olan müəllimələr. Əvvəl qaldığın yerini bəyənmir, vətənini bəyən. Bura xarici ölkələrdən biri deyil. Bura Kəlbəcərdir və görüntüsü, təbiəti, binalar, möhtəşəmlik bəlkə də sizə xaricin hansısa bir məkanını xatırlada bilər. Amma demək istəyirəm ki, Kəlbəcərdə bu gün qurulan bu infrastruktur, bu görüntü, yüksək keyfiyyətli təqdimat həqiqətən də öz sözünü deyir. Binalar keyfiyyətlidir, şərait çox yaxşı qurulubdur və mən sevinirəm ki, ümumiyyətlə mən bax burada Kəlbəcərdə həm də onun şahid oldum ki, burada yaşayan əhalinin böyük əksəriyyəti işlə təmin olunub. Kəlbəcərliləri salamlayırıq və demək istəyirəm ki, çox gözəldir və bundan da gözəl olacaq. Mən bu dəqiqə girmişəm də Kəlbəcərə, sizi gördüm gəzirdiniz. Yoldaşınızla hara gedirsiniz mi? Elə belə Biz elə gəzintiyə çıxmışıq. Hal-hazırda Görkən yer Həsən ata məhəlləsi. ata məhəlləmizdir. Bura Bəli, bu dağıdılan yerdə. Bəli, dağıdılan yer ata məhəlləmizdir. Xardiz deyilən yerdə yaşayırdı. Biz doğru. buradan keçəndə, qaçqın düşəndə 38 yaşım var idi. Oydu, nə Hə, indi 70 yaşı Allah haqlamışam. ömür versin sizə, vay vay. Çox sağ olun. 38 Çox yerləri yaşınızda. gəzdik, bəli, ən yaxşı dövrümüzdə yaxşı ev tikdik. Bəli, Mən özüm şəhər sovetində mühasib işləyirdim, Bəli. partkom idim. bəli, bəli. Sonra PMK-da işləyirdim qaçqın düşəndə. İndi şükür Allaha torpaqlarımız alınıb, Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı Amin, versin. Allah ordumuzu qorusun. Siz danışırsınız, iki şeş danışıb qoymadın da. Siz harada işləmisiniz? Bəli, mən də saat təmir ustası olmuşam, Hə. saatsaz olmuşam. Hardasa, yəni mən əskərlikdən sonra 93-ə qədər Bəli. 20 il bu rayonda bu sənətlə məşğul olmuşam. Allah Taala qismət elədi ki, ayağımız bu öz torpağımıza dəydi. Necədir? Mən baxıram, çox qəşəng evlər tikiblər. Fərqlidir bəli, fərqli hiss edirsinizmi? Çox yaxşı, yaraşıqlı, istirahət, super remont, hər şey. İsti su, soyuq su, hər şey qaydasındadır. Qazımız var. O vaxt qaz yox idi. Odun qırmaqla, meşədən gətirməklə məşğul idik. O da çox əziyyət idi. Bəli. İndi hal-hazırda istilik hər şeydə yaxşıdır. Əhalimizdən də xeyli köçüb gəlibdilər. Bu ilə planlaşdırılıb 201 ailə burada yaşamalıdır. Hazır binalar, evlər var, təmir olunub. Hələ iş də gedir görəm, hələ də yenə də iş gedir, abadlıq gedir, yenə də iş gedir, proses gedir. Bəli, iş gedir. O vaxtı biraz hərci-mərcilik idi. Ağsaqqal irəli durub deyə bilmirdi sözünü. Orada da nizam ordu yox idi. Silah sursatımız az idi. Bu minvalla da əhali məcbur oldu. Bax, bu görünən o dağlardan o üz Göyçədir, Ermənistan, Yerevan oradır. Oradan bu şəhər, rayon atəşə tutulanda xalq da məcbur oldu, canını götürüb qaçdı. Bu belə oldu. Səttar Bəhlizadə həmişə bu Kəlbəcərin yuxarı hissəsi çox gözəl idi. Baş laləli idi falan, həmişə gəlib burada. Maral Rəhmanzadə gələrdi, böyle rəssamlar gəlirdi bura. Belə Kəlbəcər həmişə tarixən ilahi öz qələmini bura çalıb. Bizimkilər də gəlib buradan çəkir. Siz Bakıda yaşayırdınız qaçqınçılıq Bakıda. dövründə. Bəli. Nə qədər müddət gəlmisiniz indi buradasınız? Bu ikinci aydır gəlmişim. İkinci aydır. Necədir? Əla, nətər olacaq? Bu vətəndir. Burada doğulmuşuq, burada gəlmişik bu torpağı qucaqlayaq son anda. Evlər necədir? Mən belə baxdım, çox xoşuma gəldi. Yaxşı evlərdir, evlər yaxşıdır. Yaxşı da baxılmalıdır da. Belə bu mənadakı tikilib, verilib, Allah hökumətinin canı sağ eləsin. Bu işləri gördürən, görənlərin. Bunu da gərək saxlayaq da, təmiz saxlayaq, qırğın söküm vaxtında düzəldək. Görsən küçə yoxşuyuz da bura, xoşa gələndir. Hiss edirəm ki, sizin də xoşunuza gəlir. Bunu təmiz də saxlasaq daha gözəl olar da. Nə işlə məşğul olmusunuz burada siz? Mən buranın köhnə rəhbərlərindən olmuşum. Kim oldu? Kəlbəcərin. Aynen. Deyin, Hə, tanıyaq Kəlbəcər. biz. Mən Kəlbəcər rayon parti komitəsinin bürosunun üzvü olmuşam. 18 il. Komsomolun birinci katibi olmuşam. Ali partiya təhsilliyəm. Rayon partiya komitəsinin instruktoru olmuşam. Sonra
təşkilat şöbəsinin müdiri olmuşam da hər şeyi həll edən təşkilat şöbəsi olubdu. Belə, mən biraz tərifliyim də özüm. Amma mən onların hamısından ən çox qürur duyuram o vəzifələrində, onlar böyük vəzifə olsa. Bir o Murov yolunu mən çəkdirmişəm. Məni büronun qərarına göndərilmişəm. İxtisasca birinci ixtisasım müəllimdir. Nədir? İnşaat mühəndisiyəm. İkinci ixtisasım müəllimdir. Ali partiyasını qurtardım. Bax, o Murov yolunda mən çəkdirmişəm. Laçın yolunda. Biz yığışdıq, bir özgürlər, hamımız məsləhətləşdik ki, əgər oranı bağlasa, bu yolu bağlasa erməni, biz torbaya salınmış kimi olduq da. Çək, bu qədər əhali məhv olsun getsin. Onda biz heç ağla gəlməyən bir iş gördük. O Murov yoluna traktor saldıq. Mən idarə müdürü getdim, təzədən raykomdan çıxdım, mən yol idarəsinə rəis getdim. O yolun çəkdirdik, oranı açdırdıq. Yol deyil də bir cığır verdik də, cəmaat qaçaqaç olsa, heç olmasa Murov öldürməsin. Bir təhər açsınlar o bir sözə. Bir də Laçın yolunu açdıq. Ki cəmaat acına ölməsin. Laçın yolu oradan asandır. Ən çətin yol idi bu. Mən elə bilirəm Kəlbəcər bir 10 ilə sizin ürəyiniz istəyən Kəlbəcər olacaq və siz görəcəksiniz o günləri. İnşallah. Mən onu arzulayıram sizə. Xoş oldu sizi gördüm. Çox sağ olun. Sizə bir qulluq. Sizə sağ olun, minnətdaram. Çox sağ olun, var. Hamınız qonaqpərvərsiniz maşallah. Sağ ol. Hamı bizə dəvət Evdə edir. vallahi hər şey var, hər şey var. Ay maşallah. Qulluğunuzda ola bilərik. Yo, çox sağ ol. Maşallah elə hamı bizə qulluq eləmək istəyir. Həsən kişi ilə gəzməyə çıxmışam. Aha. Gəzdim dedim biraz gəzmədiyim yerləri gəzdim də. Amma hələ mən baxıram hamınız gəzirsiniz maşallah hər axşam. Gəzmək yaxşıdır. Amma Təmiz hava. Yeyib içmək də qəşəng yüksək səviyyədə. Yemək içmək olsa yaxşı olar. Kəlbəcərdə bir dənə bərbər sizsiz də, hə? Adınız Turaldır. Bəli, Turaldır. İşinizə mane olmayın da. Yox, maneçilik yoxdur, xoşdur bura. Gəncədə yaşayırdım mən, yəni 93-də buradan qaçqın düşəndə Gəncədə yaşamışam. 20 ildən artıqdır bərbər fəaliyyətindəyəm. Köçdük öz elimizə, obamıza. Burada da yer verdilər. Özüm burada bu şəraiti yaratdım. Monopoliya yaratmısan təksən. Yox. Səndən başqa Yox, sadəcə Salamat. tək sakinləri hələ görəcək qədər hələ tam çatdırıram da hamısına Hə, belə deyək. düzün çatır. Hə. Amma yoxdur, səndən başqa istəyən yoxdur bu peşə ilə məşğul olan burada deyəsən, yox? Yoxsa var? Yox, köçün içində bərbər yoxdur da. Yəni burada başqa bir yer yoxdur ki, hansısa bərbər gələ yaşaya da orada. Bildin nə deyirəm? Yəni bu köçün içində indi olacaqsa, yəni mən özüm də burada da ona şərait yarada bilərəm, narahatsızlıq yoxdur. 20 il Gəncədə bərbər. İndi stil məsələsi necədir? Stil məsələsi, yəni kataloqla saç qırxıram da, mənə fərqi yoxdur. Hansı stil deyirlər, şəkildir, göstərdilər həmin stili, saçı ona uyğundursa onu yaradıram. Qardaşlar hansı stil olacaq? Var, Bu, katalog Allah seçmişsin. ordumuzu qorusun, bu hərbi stilidir. Hərbi stildir, bəli. 2 evladım var, bir qızım, bir oğlum. Oğlum 7-ci sinifdə oxuyur, burada elə məktəbdə oxuyur. Bəli. Yoldaşım təhsil müəlliməsidir, burada məktəbdə işləyir. Qızım da 5 yaşı tamam olanda inşallah 5 yaşlıya qoyacağıq. Ay maşallah. Yenə də sevinirəm ki, işlə təminat var. Uşaq dərslər necədir? Yüksək səviyyə özdə bilməm təsadüfdürmü, ya necədirsə maşallah olsun o müəllimlərin sertifikasiyası var ha. Bəli. Hamısı 50-ni keçmiş müəllimələrdir, ali təhsilli yüksək səviyyədə olan müəllimələr. Məsəl üçün üzr istəyirəm, oğlum gəlir deyir də elə bir müəllim gəlmişdi ki, mən oxuyacağam onun dərsini. Müəllim uşaqda həvəs yaratmışdı. Müəllim həm dərs keçmə qabiliyyətləri, həm savadları çox yüksək səviyyədə. Mən buna çox sevindim. Hə, Allah elə mən də sevinmişəm. Mən buna çox sevindim. Həm bir valideynin Həqiqətən, istəyidir də evladına əlbəttə. yaxşı təsir verəcək. Özü də bu gün elə bax bu daha şəhərdən, mərkəzdən uzaq olan yerlərdə də olsa fərqi yoxdur. Burada daha da yüksək olsun təhsil. Mən buna çox sevindim. Məktəbdə müəllimlərin özləri də tələbkardır. Direktor da bəyənirəm iş strukturunu. Yəni müəllimlərdən həm gözəllik, sinifin gözəlliyi, həm uşaqların təhsilini tələb edən direktorundan tutmuş müəllimlərin hamısı yəni tələbkardılar. Nizam, intizam, hər şey yüksək səviyyədə. Yəni bu məktəbi çox yüksək səviyyədə məktəbimiz var. Neçə müddətdir buradasınız? Sentyabrın 15-dən. Necədir? Çox gözəl, çox qəşəng. Əvvəl hardaydınız Hər Bakıya şey girəndə? ürəyimizcədir. Qaçqınçılıq dövründə. Qaçqınçılıq dövründə neçə yer saymışıq, heç yerdə bənd ala bilmirdik. Axır ki, inşallah burada əbədi yaşayarıq. İnşallah. Ürəyimizcə də hər şey çox gözəl. Əsas odur ki, sağlamlığımız üçün gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Amin. Çox qəşəng. Hər şey İşləyirsiniz? ürəyimizcədir. Çalışırsınız? Yox. Hardasın? Yoldaşımla qızım işləyir. Müəllimdir ikisi də. Qızım buradan gedəndə 3 yaşı var idi. İndi müəllim kimi qayıdıb. Ay maşallah. Çox qürurludur, çox belə hər şey ürəyincədir. Evləriniz qəşəngdir amma xoşuma gəldi. Çox qəşəng, çox gözəl, hər bir şəraitimiz var. Hələ ki bir çətinliyimiz yoxdur, inşallah ki olmaz.
İnşallah, inşallah. İşləriniz İnşallah. avand olsun. Sağ olun, çox sağ Uğurlar olun. arzu Siz də edirəm. vətənimizə xoş gəlmisiniz. Çox sağ olun. Davamlı olsun, axarlı olsun köçümüz. Minnətdaram. İnşallah. Amin inşallah. Çox Sağ olun, var olun. Xoş oldu bizlə bölüşdüyünüz üçün. Sağ olun, çox sağ olun. Bizə də xoş təsir. Sağ olun. Sağ olun. Sağ Sağ olun. olun. Sağ olun. Neçənci sinifdə oxuyursun? 9-da. Bakıda əvvəl oxuyurdun yoxsa Yox, mən Gəncədə qaldım əvvəl. Gəncədə qalırdınız? Sonra köçdünüz bura? Hə. Fərq necədir? Yəni belə baxanda Kəlbəcər Gəncədən qat-qat qəşəngdir. Əvvəl qaldığın yerini bəyənmir, vətənini bəyən. 113 yaşlı Xeyransa nənəni çəkməyə gedirəm. Çox ona vaxtını almayacağam, incitməyəcəm. Yaxınlaşdırın, zəhmət olmasa. Schindler. Liftin brendi Bakıda hələ-mənə binalarda belə lift yoxdur. Salam əleykum. Necəsiz? Sağ ol, yaxşı olun. Gələ bilərik. Biz Xoş gəlmisiniz. sağ olun. Nənəni qoydu, yatırdı. Nənəni qoydu. Xoş gəldin. Xoş gördük. Necəsiz? Yaxşı. Ay maşallah. Öpə bilərəm də sizi. Sağ ol. Belə. Sağ ol, sağ ol. Qalan. Sağ olun. Gəl. Siz harda əyləşirsiniz? Buradan. Burada əyləşirsiniz? Hə. Əyləşin. Ay maşallah. Buradan otursun. Allah sizə ömür versin. Hə, nənə otur buradan. Belə elə bax qapını döydük, nə sərgiyə salmağa imkan verdik. Qoy hamı görsün ki, biz elə belə birbaşa gəlirik, xəbərsiz. Xəbərsiz biraz. Dağıntılı da olsun, heç nə olar ki, evin içində nə olacaq ki? Oturum yanınızda, belə, ya Allah, mən tutacağam. Bax, nənə çox müsabir. Qulağım ağır eşidir. Hə. Qulağı ağır eşidir amma. Xəstəlikdən tutuldum. Koronadan. Necədir buralar? Buralar necədir? Gözəldir, gözəl gündür, gözəl gün keçirdirik. Yürürük, danışırıq, qavaqçılar getdi, yolu bağlandı. Allah prezidentimizin canı sağ eləsin, yollarımızı açdı, ürəyimizi açdı. Yaxşı evlər verdi, istirahat eləyirik, sağ olsun. Yəni xoşuna gəlir bura belə. Bax belə Bura mənim baxma da bina, şərait, torpağındasan. ana vətənimdir, ata vətənimdir, düzü. Burada anadan olmuşam. O vaxtda. Neçə yaşın var nənə? 113. Vay maşallah. Hə, 113. O vaxtı yoldaşım evdə idi. Gəldi apardı, gedək sakız kağızını düzəldək. Aha. Məni apardı, Vəli kişi vardı, Arıq Vəli deyirdilər. Gedək yolu gözləyir, qoymadım gedək idaradan. Gedək. Getdik oradan kağızı yazdı. Oradan getdik, zakız şöbəsi vardı. O yazdığı pozdu, kağızı verdi yoldaşımın əlinə. Neçə yaşın var idi? Onda vallahi alardım. Çox olmazdı. 7-8 yaşım belə 10 yaşım, 11 yaşım O vaxtın olar. dərəcə. Ay yox, o vaxtın dərəcə etməyib, mən ərə getdim. Ərə getdiyin yaşı soruşuram, Hə, elə biləm, elə yaşı deyirsən. Yaşı deyir. Ya ərə gedəndə neçə yaşın var idi? Vardı. Ya 20 olardı. 20 olardı. Bildim. Buradan çıxanda neçə yaşınız var idi bu buranı tərk edib gedəndə? Da burada o gene o yaşı gözləyirdi da. Yekə yaşım vardı, uzun yaşım vardı. Hə, bildim. Başa düşdüm. Az yaşım yoxdu. Bu cavanlara nə demək istəyirsən? Bax indi qayıtmısan, torpağındasan, evindəsən. İndi bax, nədir sənin bir diləyin, arzun? 113 yaşın var da maşallah. Sən bu torpağı işğal olunanda da gördün, geri qayıdanda da gördün də maşallah. Çox Deyirəm, şükür. yaxşı gün görsünlər, belə şadlıq eləsinlər, namuslu qeyrətli hərrənsinlər, özlərinə yaxşı dost qazansınlar, pis yoldaşlara rast gəlməsinlər, xoşbaxt yaşasınlar. Sözüm budur ki, ağıllı dursun, otursun, evdar qadınlar olsun. Bundan artıq nə deyərəm? Uzun ömürlü olsun. Uzun ömürlər gündən yaşasın. Ata, ana görsünlər, ana ürəklənsinlər. Xoş gün görsünlər. Nə deyim mən? Allah ömür versin sən. Arvadın ciddiyə durğuzluq yerində. Yox, heç nə olmaz. Elə həmişə elə uzanır, yatır. Birdən çaşıram, ağışım gedir. Belə qayıdıram,
Elə o balaca vaxtına qayıram. Hüşüm dağılır. Hüşüm dağılır. Yaxşı gündür, öz torpağımızdır. Allaha şükür, hər şey boldur. Körlüğümüz yoxdur. Ki nəvəm gəlir, nəticən gəlir, qonağımız gəlir. Hamısı da gəlirlər, nənəni görək nənədə. Nənə ölsün da, nənə bu yaş yaşıdır. Allah. Da nənə bu yaşında nə şəklini çəkirsiniz. Qocalığında da adam pis sifətə düşür. Ay, əksinə, sən indi maşallah çox qəşəng görsənirsən. Da Vallahi. qocalılıqdır, da. Neçə övladın, neçə nəvən, neçə nəticən? Çoxdur, kəticəmdir, nəticəmdir, yadıcamdır. 32 var Allahın adı haqq. Nəvə nəticəm. Hə, yaxşı nəvələrim var, evdardır, şəhərdə olurlar. Yaxşıdırlar. İndi oradan danışır nəvəm biri üstümdə əsir. Ay mama, nənəm nətərdir? Az nənə nətər olacaq, yaxşıdır. Az nənəm paltarı dəyişmişsən, az haraya gedir dəyişək? Yox, deyirəm, başqa özünü gümüşsən. Deyir, hə. Hə, özü üstümdə əsir o qızır. Allah ömür versin. Allah sizə də ömür versin, uzun ömürlə yaşayın, bala. Heç də əziyyət çəkirsiniz, çöllərdə hərlənirsiniz, ora-bura gedirsiniz. Da yollarımız aşıqdır, Allahın kərəminə şükür. Bizim canı sağ olsun, Allah atasına rəhmət eləsin. Çox sağ ol. Sağ ol, siz də sağ ol, uzun ömürlü olun. Sağ ol, sağ ol. Təşəkkür edirəm. Sağ ol, uzun ömürlü olun, qadan alın. Amin. Allah sizə də ömür versin. Səhvlərimdən də keçin də birdən kəşfərəm. Yo, hər şey əladır. Biz sizə səhv eləyə bilməz. Yaxşı danışırsınız. Əladır, maşallah. Gələk Kəlbəcərdə də bir bazarlıq edək. İnsanlarla olan görüş də çox müsbət, pozitiv bizə bir enerji vermiş oldu və mən çox sevindim ki, gəlib Kəlbəcərdə bax elə öz gözümlə bu keyfiyyəti, bu insanların yaşadığı o rahatlığın şahidi ola bildim. Kəlbəcərə gəlmək lazımdır. Çünki bu torpaqlar geri qayıdandan sonra biz bu torpaqlarda həm də dəfələrlə gəlib getməyə borcluyuq. İnsanlarımızın ünsiyyətdə olmaq və torpaqlarımızın inkişafını, yüksək inkişafını öz gözümüzlə görüb şahidi olmaq üçün.